Salam, hər vaxtınız xeyirli olsun. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Nəhayət, həftələr sonra video çəkməyə qismət oldu. Bu mövzuda bir söhbətləşə biləcəyik indi. Hazır imtahanlara az qalmışkən, mentalımızı toparlamağa çox güclü ehtiyac yaranmışkən və ümid edirəm ki, bunları danışacağıq. Bu söhbətimiz düzgün kütləyə düşər. Yəni həm valideynlərin, həm müəllimlərin, həm də abituriyentlərin. Çünki çoxumuzun yaralı yeridir. Mən özüm çox şükür ki, özüm onu yaşamamışam. Amma ətrafımda çox yaşayan insanlar görmüşəm. Öz anamla ilə söhbət eləyərkən əslində bunun fərqinə vardım və bu mövzunu danışmağın ehtiyac olduğunu gördüm. Məsələ nədir? Bənzətmə bunu deyəcəm indi sizə. Yarış atı kimi böyüdülməyimiz. Niyə yarış atı deyirəm? Valideynlərin, bu videoya baxan hər bir kütlə, valideyn də ola bilər, müəllim də ola bilər, abituriyent də ola bilər. Ümumi danışacağam, amma hər kəs özlərinə götürə bilər. Valideynlərin öz övladlarını və yaxud da şagirdlərin yarış atı kimi böyüdülməsidir. Daima sağlam olmayan rəqabət içərisində böyümək. Nə istədiklərini belə anlamağa icazə verilməyən mühitdə böyüdülmələri deməkdir. Yəni, mən bunu deməyə çalışıram. Yəni, təsəvvür eləyin ki, siz bir yola çıxmısınız, amma çıxdığınız yolun fərqində deyilsiniz. Mənə çox məsajlar gəlir ki, motivasiyam yoxdur, bir şeyə davam elətdirə bilmirəm, ya da yarı yolda qoyuram, uğurlu olmaq istəyirəm, ola bilmirəm. Çətinlik çəkilir də. Yəni, imtahan prosesində çox abituriyentin əslində əziyyət çəkməsinin səbəbi tutduğu yolun mənasını dərk etməmələridir. Mən də 17 yaşdan keçmişəm. 16-17 yaşlarda biz hələ həyatı yeni başa düşməyə başlayırıq. Və bu dönəmdə verilən qərarların əslində bu qədər önəmli qərarlar olması biraz, bilmirəm, haqsızlıq kimi gəlir mənə bəzən. Çünki elə yaş dönəmlərdir ki, sən təsəvvür elə ki, şəxsiyyətini indi tapmısan, yeni mən kiməm sualına cavab tapırsan və sənin qarşına həyat belə bir şərt qoyur ki, universitetə gir və sən bu sahələri seçsən B olacaq, seçməsən B olacaq. Universitetə girmə ya da ki, bu B olacaq. Yəni, həyat səni çox ciddi yol ayrımlarına qoyur bu yaş dönəmində. İndi bilmirəm, bu nə qədər doğrudur. Bunu biraz daha yuxarı yaşlarda yaşamağımız yaxşı olmazdımı? Çünki öz tanıdıqlarım da var. Universitet vaxtında belə. Artıq universitetə girib, məsəl üçün, deyir ki, mən buranı istəmirdim. Mən sadəcə olaraq oxuyuram, bitsin deyə. Bunları yaşamamağımız üçün indi burada danışacaqlarımızı yaxşı başa düşməliyik. Əziz valideynlər, əziz müəllimlər, siz yetişdirdiyiniz o şagird, o övlad ki var, bugünün uşağı, bugünün şagirdi kimi əbədiyyətə qədər elə qalmayacaq. O partanın arxasından çıxacaq, həyata atılacaq və o həyata atılanda kim olduğundan iyrənməməlidir. Mən kiməm sualına düşünəndə, ona cavab tapanda həyatdan sönməməlidir, bezməməlidir. Siz sadəcə olaraq uğur qazanmaq hissi üçün və yaxud da sadəcə karyeranızda siz uğur qazanasınız deyə, sırf mən daha çox pul qazanım deyə, sırf mənim uşağımın adı çəkilsin deyə bir gələcək böyütmək, dırnaq arası böyütməyə çalışırsınızsa, o uşağın imtahan prosesindən götürə biləcəyi özünə fayda maksimum nə qədər ola bilər? Yox, olmaya bilər hətta. O uşaq sadəcə olaraq robotlaşacaq, kitab dəftərinin içərisində boğulacaq, olduğu yaşın onsuz özünə görə gətirdiyi müəyyən yeniyetməlik dönəminin depressiyası, mini depressiyası ola bilir. Həyatı başa düşmək, varoluş sancıları deyilən bir şey var. Zaten bu o dönəmdə yaşanır. Amma siz bir də bunun üstünə yüklüyorsunuz ki, sən bura qəbul olmasan belə olacaq. Təhdid, hətta bunun ciddi versiyaları da olub, eşidilib, yəni. Yəqin siz də eşitmişsiniz. Nə qədər imtahan cavabları çıxan dönəmdə çox təəssüf ki, xəbərlər də, pis xəbərlər də eşidirik. Bunlar niyə baş verir sizdə? Çünki o uşaqların nə istədiyi belə soruşulmayıb. Və yaxud da o uşaqlara robot kimi yanaşılıb. Valideyn olaraq, müəllim olaraq uğur qazanma hissin yaransın deyə qarşındakı insanın gələcəyinə ciddi zədə vuracaq cümlələr, yanaşmalar, metodlar istifadə edə bilməzsiniz. O uşaq başa düşməlidir ki, mən niyə buradayam? Mən hara getmək istəyirəm? İmkan tanımaq lazımdır. Adama deyərlər ki, belə çox uğur aşiqsənsə, belə çox bacarmaq hissi yaşamaq istəyirsənsə, öz üzərindən yaşa. Niyə məni seçmisən ki? Məni öz xəyallarını reallaşdırmaq üçün dünyaya gətirmisənsə, məni öz
uğur imzanı atmaq üçün vasitəçi kimi görürsənsə, mənim var olma səbəbim bəs nədir? Bəs mən nə vaxt özüm seçim eləyəcəm? Nə istədiyim üzrə düşünəcəm? Doğru deyil. Bezən insan niyə bezir? İmtahan presində niyə yorğunluq yaşanılır? Niyə davam etdirmək problemi olur? Çünki sən bəlkə də bu kimi situasiyaların içərisində sıxışıb qalmısan və bunun üzərinə nə istədiyini bəlkə də dilə gətirmisən, amma eşitmək istəməyiblər və yaxud da öz seçimlərini daha çox haqlı görüblər. Bunu oturub danışmaq lazımdır. O uşaqdır, o nə bilər, o nə başa çıxır. Mən onunla daha yaxşı bilirəm nə etmək lazımdır. Öz həyatınız var. Müəllim olun, valideyn olun, fərq etmir. Öz həyatınız var. Əgər bu qədər hər şeyin yaxşısını bilirsinizsə, əgər bu qədər təhsil haqqında da irəli görüşlüsünüzsə, öz həyatınıza tətbiq edə bilərsiniz. İkinci, üçüncü təhsili alın yetər ki, o doyum hissini özünüz öz üzərinizdə yaşayın. Amma övladınız, amma şagirdiniz burada bu rolda iştirak etməməlidir. O sabahın anasıdır, atasıdır. Ayrıca bir ana ata olmağa məcburi də deyil, şəxsiyyətidir. O sabah siz olmayanda həyata atıla bilməlidir. Əbədiyyətə qədər siz onun yanında olmayacaqsınız. Nə müəllimi, nə valideyni. Biraz acı da olsa danışmaq lazımdır reallığı. Yəni bu belədir. Çox zaman belə olur və ya ailə qurmaq yolu ilə, ya həyat bitir, yekunlaşır. Həyatlar ayrılmalıdır bir nöqtədən sonra. Amma siz övladlarınızı elə yetişdirirsiniz ki, sanki göbək bağınız heç kəsilməyib, davamlı olaraq idarə etmək istəyi, davamlı olaraq hər şeyin ən yaxşısını mən bilərəm və yaxud da, yəni hər şeyin sonu var. Bunu dərk etməyə lazımdır. Sən bu uşağı özünküləşdirdikcə və mənim seansımda olan o qədər pasientlər də var ki, yəni öz müəllimindən travma alıb, valideynindən almayıb, müəllimindən travma alıb. Yəni bu yanaşmalarınızın böyük yetkin insan yanaşması olduğuna inanmağım gəlmir. Qarşınızda bir həyat var. Siz bunun fərqində deyilsiniz yəqin ki. Həyat var. O həyat bir gün özünü yaşamaq istəyəcək. Hər bir insanın fitrətində özünü yaşama istəyi var. Hər bir insanın, bunu dana bilmərik. Bəlkə də bu videoya baxan bir valideyndir, bilmirəm. Bəlkə də vaxtilə sizdə bastırılıb, yaşaya bilməmisiniz. Elə bilmişsiniz ki, bu belə də olmalıdır, amma inanın elə deyil. Normal olan yaşamaqdır. Normal olan öz seçimini seçməyə bacarmaqdır. Amma siz bunu etmirsinizsə, edə bilməmişsinizsə, övladınızda da bu belə olmalı demək deyil. Hətta universitetə qəbul oldu, deyək ki, bir uşaq, bu uşaq da deməyim, kifayət qədər böyük yaşda olurlar, qəbul olur şagird, abituriyent və sonra universiteti bitirir, məzun olmağın depressiyasında yaşayır, işsizlik problemi yaşayır, fərasət kifayət qədər inkişaf edə bilməyib. Niyə? Bu da bir problemdir. Çünki valideynlərin çoxsu və yaxud da müəllimlərin çoxsu, niyə valideyn və müəllimlərdən tutmuşam? Onlar bir abituriyentin o yolunda ən çox təsir edici qüvvəyə malikdirlər. Hazırlıq müəlliminiz də ola bilər bu, valideyniniz də ola bilər. Sizi böyüdən nənə-baba da bəlkə də, bilmirəm. Onları nəzərdə tuturam. Yəni onlar çox təsir edir bu dövrdə həmin yeniyetməyə və siz təsəvvür edin ki, sırf o qəbul gecəsi, o qəbul xəbərini alır sizə. Filan qədər bal topladı mənim uşağım, mənim şagirdim. Statusu paylaşıb yazdınız. Həmin gecə. Sadəcə bir gün, yəni 24 saat. Hamı bildi, təbrik elədi. Bu hissi yaşamaq üçün övladınızı itələmişdiniz. O yeniyetməni itələmişdiniz, siz o yola. Yaşadınız, təbrik edirəm. Çox gözəl hissi. İnşallah ki, bütün arzulayan insanlar yaşayar. Amma sonra 4 il boyunca universiteti lap uğurlu da oxuymuş ola bilər. Orada zaten oxumaqdır məsələ. Araşdırmaq, öyrənməkdir. Hələ iş həyatı məcburi deyil də, yəni. 4 ildən sonra niyə sizcə iş axtarmalar uğursuz olur? O kimi depressiv hallar yaşanır, özünü tapa bilməmə halı olur. Çünki siz həyatı uğur qazanmaq şərtli formada uşağınıza aşılamısınız. Bunu bacar, sevindir bizi. Ondan sonrasını özün bilərsən. Mən maraqlı deyil. İxtisasın üzrə işləməsən də olar. Get əziyyət çək. Yəni, bu bir reallıqdır. İxtisasınızı sevirsinizsə, təbii ki, sevməyən insan üçün bunu deyə bilmərəm. Sevirsinizsə, ixtisasınızdan başqa nə iş işləsəz, yorulacaqsınız. Çox yorulacaqsınız və yorğunluğunuzu çox hiss eləyəcəksiniz. Yorulacaqsınız, cümləm səhv oldu.
yorğunluğu çox hiss eləyəcəksiniz və bu daha çox fiziki olacaq. Çünki insan zaten bir işi sevəndə, o işi görəndə yorğunluğunu çox hiss eləmir. Yorulur amma hiss eləmir və yaxud davam eləyə bilir, sevə-sevə. Amma sevə bilmir və yaxud da uğur qazanmaq hissi üçün başqalarım, anam, atam məndən fəxr eləsin, müəllimim məndən fəxr eləsin, məni hər yerdə paylaşsınlar şəkillərimi, bu qədər bal yığdı filan kəsin uşağı, filan kəsin tələbəsi. Bu hiss üçün hazırlaşmısınızsa, biraz da hər şey çətin olacaq. Açıq danışaq. Mənim özümdə valideynim tez-tez bu cümləni deyirdi. Deyirdi ki, hətta ixtisasımız üzrə mən böyük qardaşım da məzun olandan sonra biz eyni bənzər yoldan keçdik. Biz ki bir nöqtə oldu. Məzun olduq, bitirdik və mövcud olduğumuz bir iş mühiti var idi ikimizin də. Aramızda düzü 4 yaş fərqi var, amma eyni olub deyə biz də şey deyirəm. Sizə nəql edirəm, danışıram. Eyni ikimizin də o həmin dövrlərdə məzun olandan sonra olduğumuz iş mühitimiz var idi. Sonra həmin iş mühitində toksikliklər başladı və dirəndi. Bura qədər bizdə dirəndi. Biz başladıq, işdən çıxdıq. Mən də o etapdan keçdim. Başladım şey olmağa. Mən nə edəcəm? Əlimdə diplomum var mənim. Sevdiyim ixtisasdır hələ. Çox sevə-sevə oxumuşam. Və içimdə də bilirəm ki, mən sahəm üzrə bacarıqlı insanam. Yəni elə insan var ki, oxuduğu üçün bunu deyir ki, mən bilirəm, amma həqiqətən bacarıq da olmalıdır. Bacarıq varsa demək ki, siz oxuduqlarınızı çoxalda bilirsiniz. Oxumağı çoxaltmaq da hər insanda olmur. Başladıq, hətta bununla bağlı mübahisələr də yaşayırdıq evdə, etirazlar edirdik, necə olacaq, gərək adamın daydayı olsun və s. hamı yoldan keçib. Yəni bunları danışıram ki, tək deyilsən, həqiqətən tək deyilsən. Bilirdik ki, dayday olmasa olmur. Arxanda pullu bir şey olmalıdır, səni işə kimsə hazır işə qoymalıdır. Sonra valideynimiz ikimizə də ayrı-ayrı dönəmlərdə o cümləni deyib. Deyib ki, o diplomu necə əlinizə götürmüsünüz, həyata atılmaq məcburiyyətindəsiniz. Başlayın bir yerdən. Başlamalısınız. Nə oxumusunuz? Bir dənə elə balı elan eləməyə görə oxumusunuz. Deyir, mənim ətrafımda görürəm də o qədər valideynlər var ki, uşaqları sizlə həmyaşıddır, dəxilsiz işdə işləyirlər, həyatdan məmnun deyirlər. Valideynlərinə baxırsan, əhli keyfdir, heç vecdərinə də deyil, uşağı ixtisasına görə çalışmır, oxumur. Elə uşaq əlbəttə ki, xoşbəxt ola bilməz. Elə olanda da valideyn də xoşbəxt ola bilmir. Depressiv hallar olur, həyatdan narazılıq olur. Standart bir Azərbaycan gəncinin yaşadığı çətin həyatın bazası artıq hazırlanmış olur. Ondan sonra da qabağıma nə çıxırsa çıxsın, tək pulum olsun cibimdə, az da olsa bəs eləsin psixologiyasına keçidləmək yüksək olur. Demirəm, hər şey mən bu dəqiqə həyatımda dörd-dörtlükdür. Amma yaratmalı olduğunuz o psixologiyadan bəhs eləyirəm sizə. Valideynim bizə dedi. Sadəcə olaraq bunu dedi ki, oxumusan, fərasətin olsun. Oxuduğunu tətbiq eləməyə bacarmalısan. Bunu dedi. Mən də onsuz da videolar çəkirdim. Sadəcə olaraq bir dönəm durğunluq dönəmi oldu məndə. Oturdum, düşündüm. Nə edə bilərəm də, yəni bu dəqiqə çox psixoloq var. İxtisasımı sevirəm, amma necə etməliyəm ki, sosial media dövrüdür də insanlara xitab eləyə bilim. Dedim ki, içimdən gələn kimi başlayım. Götürdüm, başladım sizə videolar çəkməyə. Anam da hər görəndə ki, məsəl üçün alınırdı artıq məndə. Dedi, gördün, israrla öz yolunda durmaq lazımdır ki, sənin yolun açılsın. Yoxsa, hətta mənim bir dönəm iş axtardığım dönəm də olmuşdu və dəxilsiz işlər, məsələn, necə, vakansiyalara baxırdım, öz ixtisasım üzrə deyildi, nə bilim, reception olsun, mənim indi özümə uyğun işlər. Anam bir cümlə dedi, ondan sonra payladım, dedi ki, ixtisasın üzrə yerlərə CV göndər. Əsla kənar ixtisaslara görə göndərmə. Niyə? Dedi, çünki sən kənar ixtisaslara yönəlsən, o yerlərə enerjini sərf eləsən, sənin qarşına maksimum onlar çıxacaq. Sən amma öz ixtisasını sevirsənsə, deyirsən, sevirəm. Onda birbaşa öz ixtisasının üzrə addımlar at. Onda həyat da sənin qarşına onları çıxardacaq. Elə elədim. Sonra yolum açıldı. Yəni, birincisi, hər şey valideyndən asılıdır. O dönəmdə şagirdin yanında olan hər kəsdən asılıdır. Yarış atı böyütmürsünüz. Uşaq sizin üçün boyama kitabı deyil. Siz istədiyiniz rəngi onu boya bilməzsiniz. Üzr istəyirəm. Lap belə istədiyiniz rənglərə boyayın. Əvvəl-axır o uşaq görəcək ki, boyadığınız rənglər onun rəngləri deyil. Ona görə də həyatı elə öyrətmək lazımdır ki, və elə yaşatmalısınız ki, siz övladınızı və şagirdinizi, siz olmayanda artıq o həyatda qala bilsin.
Özünüzdən aslı bir varlıq yaradıb öz egonuzu təmin edərək siz heç nə əldə etmiş olmayacaqsınız. Bir həyatı məhv etmiş olacaqsınız. Bir bal uğruna, bir uğur qazanma hissi uğruna, egonuz təmin olsun deyə reklam uğruna danışın, ağız dolusu. Motivasiya verin. Hara qədər verəcəksiniz o motivasiyanı? Uşaq bir gün ayılacaq ki, mənim istədiyim bu deyildi. Çünki siz onu o qədər onu aşıladınız ki, həmin an onun üçün ən idealı sizi xoşbəxt eləmək kimi göründü. O yeniyetmədə maksimum nə edəcək? Öz ixtisası, sevdiyi ixtisası yox, bəlkə də sizin sevdiyiniz ixtisası seçəcək. Ondan sonra o həyatı yaşayan odur amma. Siz o ixtisasın fənlərini oxumayacaqsınız. Böyük ehtimal bu tip valideynlər bilirsiniz necə olur. Ya da müəllimlər. Loru dedikcə tırkanı verirlər, sonra geri çəkilirlər. 4 il boyunca ya da nə bilim indi 5-6 il baxır ixtisasınıza. O müddət ərzində o uşaq universiteti necə oxudu, necə bitirdi, necə əziyyətlər çəkdi, nə stresslər yaşadı o imtahanlarda, vecdərinə olmur. Hələ arada bir də soruşurlar, kəsilmədin ki? Kəsilmə, ha, kəsilmə. Niyə? Kənardan birdən şey gələr, söz gələr sizə. Həyat budur sizcə? Bilirəm, bu zəhərli beyinləri düzəltməyin tək yolu birbaşa özləri ilə həll eləməkdir. Bu video bəlkə də çoxu elə abituriyent baxacaq, amma inşallah ki, o abituriyentlər də bu videonu öz böyüklərinə, lazım olan yerlərə yönləndirərlər. Öz yolunuzu seçməkdən qorxmayın. Yarış atı kimi böyüdülmüş olsaz belə, bu videoya baxırsansa, buradasansa, demək ki, sən artıq bir çox şeyləri başa düşmək istəyirsən ki, mən sənin qarşına çıxmışam. Lazımdırsa söhbət elə dəfələrlə danış, həmin insanlarla danış. Həyat sənindir çünki. Əvvəl-axır o həyatda baş-başa qalacaqsan özündən, qalacaqsan. Ailən, uşaqların olsa belə, bir gün amma ayılanda, baxanda ki, xoşbəxt bir ömür yaşamadın, o anın heyfsilənməsi çox pis olur. Baxanda ki, əslində heç istədiyin şeyləri yaşamamısan. Ancaq o bu nə istəyib, o bu nə deyib, onu eləmsən. Belə bir həyat həqiqətən istəyirsən, həyatınız üçün nə lazım deyiləyin. Hədəfinizdən yayınmayın. Məndə də olub da, mən də sizə az-çox danışdım. Bəlkə bir gün daha geniş danışaram. Mənim də özümə görə çətinliklərim olub və indi də var. İndi də var. Vallah var. Yəni, tək deyilsiniz. Yaş artdıqca problemlər yoxa çıxmır. Biraz da əslində daha çox fərqli problemlər olur. Amma həyatı biz bu problemlərlə yaşamaq öyrənməliyik elə. Yəni, psixoloq da olsam sizə durub topologiya eləməyəcəm, yalandan burada süni pozitivlik yaratmayacam, saxta pozitivlik yaratmayacam. Həyat çətindir. Hər zaman çətin olmur, amma çətindir. Hər işin, sevdiyiniz iş belə olsa, sevmədiyiniz zaten məlum, amma sevdiyiniz ixtisas belə olsa, onun da özünə görə çətinlikləri var. Yəni, bu həyatda bir şeyi, istədiyiniz bir şeyin reallaşması üçün onun ideal olmasını gözləməyə ehtiyac yoxdur. Bir şeyi razı salmaq üçün, reallaşdırmaq üçün, tətbiq etmək üçün dörd-dörtlük olmasına ehtiyac yoxdur. Bəzi şeylər yoldaykən öyrənilir. Yola çıxarkən hazır çiyninizdəki sumkalarda hər şey orada olmur. Yolda toparlayırsınız hər şeyi bəzən. Yolda öyrənirsiniz. Yolda insanlara izah edirsiniz nə istədiyinizi, nəyi niyə istədiyinizi. İnşallah ki, bu videoya baxan hər biriniz həyatınızda toksik insanların olub-olmamasından asılı olmayaraq öz yolunu seçər, öz hekayəsinin qələmini tutar. Çünki bir dəfə gəldiniz bu həyatda, çox sevirik, çox dəyər veririk. Valideyni, müəllimi, ona söz yox. Amma bu toksik yanaşmalardan əziyyət çəkən insanların dili olmaq istədim bugün. İnşallah ki, öz qələminizi tutarsınız. İnşallah ki, istədiyiniz yerə çatarsınız. Mənə yazarsınız ki, məndə alındı. Çox az qalıb imtihana. Niyə burada olduğunuzu anlayın. Əyaniləşdirin xəyallarınızı, anlayın, baxın, kəşf edin, araşdırın, bioqrafiyalar oxuyun öz istəyinizlə bağlı, arzunuzla bağlı. Yetər ki, arzunuzu diri tutun. Çünki motivasiya onsuz da sönən bir şeydir. Sizə reallıq lazımdır, unutmayın. Reallıq. Reallıqla bu yolda var olun. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşənə qədər hələlik.